üzərində düşündüyümüzdən həddən artıq fəsadlara səbəb olur. Və bunlar gedib hər hansı bir məhsulu aldığınızda üzərində rəngi yazılmır. Adətən müxtəlif hərf və rəqəmlərdən ibarət kodlama şəklində yazılır. Məsələn, E124 qırmızı rəng deməkdir. Qırmızı rəng və yaxud da E120 də qırmızı rəngə aiddir və həmçinin E122 də var. Və bunlar nə kimi təsirə malikdir? Dəri səpkiləri, allergik reaksiyalar, hiperaktivlik, diqqətin pozulması, uşaqlarda aqressiyanın formalaşması, yeniyetmələrdə öz həmyaşıdlarına qarşı xüsusi aqressiya, həmyaşıd cinayətlərinə qədər gətirib çıxaracaq faciəvi durumlara gətirib çıxarır uzun müddətli və davamlı istifadəsində. Və bunlar dediyim kimi bu xüsusi kodlamalar şəklində kodlanır. Və nəinki bu bununla bitmir, həmçinin ürək-damar sisteminə ziyan vurur bu boyalar. Daha sonra qaraciyərin və böyrəklərin yüklənməsinə səbəb olur. Nəticədə yenə qaraciyər və böyrəyin bədəndə öz funksiyasını icra edə